İmam Hüseyn əleyhissalamın Minada Həzrət Əlinin fəzilətləri haqqında oxuduğu xütbə. İmam Hüseyn əleyhissalam Minada olanda Haşim oğullarının kişi və qadınlarından, kölə və dostlarından, Allah Rəsulunun əshabı və onların uşaqlarından, cəmiyyətdə yaxşı insanlar olaraq tanınan ənsardan təqribən 700 nəfər və tabeyindən də 200 nəfərə yaxın insanı çadırda topladı və onlara belə bir xütbə oxudu. Muaviyyənin bizim və tərəfdarlarımızın, şiyyələrimizin başına gətirdiyi bəlaları gördünüz, eşitdiniz, bilirsiniz və şahidsiniz. Mən sizdən bir şey istəyirəm. Əgər doğru deyirəmsə, məni təsdiq edin. Yox, əgər yalan danışıramsa, onda məni təkzib edin. Allahın və Rəsulunun sizin üzərinizdəki haqqı və mənim Peyğəmbərinizə olan yaxınlığım xatirinə bu vəziyyətimi və deyəcəklərimi gizlətməyin. Şəhərinizə və qəbilələrinizə qayıtdığınız zaman etibarlı bildiyiniz şəxslərə xəbər verin. Başqa bir rəvayətdə isə, əgər yalan deyirəmsə, məni təkzib edin cümləsindən sonra belə nəql olunur. Sözümə qulaq asın və onları yazın. Sonra şəhərlərinizə və qəbilələrinizə qayıdıb, etibar etdiyiniz və doğru sözlü olduğuna inandığınız şəxsləri bizim haqqımızda bildiyiniz haqq və hüququmuza dəvət edin. Çünki mən bu işin unudulub itməsindən və məğlub olmasından qorxuram. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu, dinini tamamlayacaqdır. Ravi deyir, İmam Hüseyn əleyhissalam Quranda Əhl-i Beyt əleyhimussalam haqqında nazil olan bütün ayələri oxudu və təfsir etdi. Allah Rəsulunun onun atası, qardaşı, anası, özü və Əhl-i Beyti haqqında söylədiklərinin hamısını rəvayət etdi. Bütün bu hadisələri eşitdikdə, orada olan dostları bir ağızdan İlahi, bəli, eşitdik və şahid olduq deyirdilər. Tabeyinlərdən orada olanlar da belə deyirdilər. Bəli, Allaha and olsun ki, biz bunları Allah Rəsulunun səhabələrindən, bizim etibar və təsdiq etdiyimiz şəxslərdən də eşitmişik. Sonra İmam Hüseyn əleyhissalam belə buyurdu. Sizi Allaha and verirəm. Mənim dediklərimi özünə və dininə etibar etdiyiniz insanlara çatdırın. Süleym belə deyir. İmam Hüseyn əleyhissalamın and verərək söylədiyi məsələlərdən bəziləri bunlar idi. Sizi Allaha and verirəm. Əli ibn Əbu Talib əleyhissalamın Allah Rəsulunun qardaşı olduğunu, əshabı və dostları arasında qardaşlıq əqdi oxunduğu zaman Əli əleyhissalamı özünə qardaş seçib, sən dünya və axirətdə mənim qardaşımsan, mən də sənin qardaşınam deyə buyurduğunu bilmirsiniz? Orada olanlar dedilər, bəli, Allaha and olsun ki, eşitmişik. İmam Hüseyn əleyhissalam öz sözlərinə davam edərək buyurdu. Sizi Allaha and verirəm. Bilmirsiniz ki, Allah Rəsulu məscid və evi üçün yer aldı. Əvvəlcə məscidi, sonra isə 10 otaq tikdi. 9-unu özünə, otaqların arasında olan 10-cu otağı isə atam üçün tikdi. Sonra atamın otağının qapısından başqa bütün otaqların məscidə açılan qapılarını bağladı. Bəziləri buna etiraz etdikdə Allah Rəsulu belə buyurdu. Mən öz istəyimlə sizin qapılarınızı bağlayıb, onun qapısını açıq saxlamadım. Allah Teala mənə əmr etdi ki, sizin qapılarınızı bağlayım
onun qapısınısa açıq saxlayın. Sonra yenə bilmirsinizmi, Allah Rəsulu ondan başqasının məsciddə yatmasını qadağan etdi? Beləcə, onun evi məscid hökmünə girdi. Onun evində hansı ki Peyğəmbərin evlərindən sayılırdı. Allah Rəsulu və onun üçün övladlar dünyaya gəldi. Orada olanlar dedilər, Allaha and olsun ki dediklərin doğrudur. İmam Hüseyin əleyhissalam davam edərək buyurdu. Ömər ibn Xəttab məscidə baxmaq üçün evinin divarından kiçik bir dəlik açmaq istədikdə, Allah Rəsulunun buna icazə vermədiyini və Allah mənə tərtəmiz bir məscid inşa etməyimi əmr etdi ki, bu məsciddə mən, qardaşım və uşaqlarımdan başqası yaşaya bilməz buyurduğunu məyər bilmirsiniz? Orada olanlar dedilər, bəli, Allaha and olsun ki dediklərin doğrudur. İmam Hüseyin əleyhissalam yenə buyurdu. Sizi and verirəm Allaha, Allah Rəsulunun onu, İmam Əli əleyhissalamı Qədirxunda, vəli, vilayət rəhbəri təyin etdiyini, xalqı onun vilayətinə dəvət etdiyini və burada olanlar olmayanlara çatdırsın deyə buyurduğunu bilmirsinizmi? Orada olanlar dedilər, Allaha and olsun ki dediklərin doğrudur. İmam Hüseyin əleyhissalam buyurdu. Sizi and verirəm Allaha, Allah Rəsulunun Təbuk döyüşündə Həzrət Əli əleyhissalama sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir və sən məndən sonra hər bir müminin vəlisisən deyə buyurduğunu bilmirsinizmi? Orada olanlar dedilər, Allaha and olsun ki dediklərin doğrudur. İmam Hüseyin əleyhissalam davam edərək buyurdu. Sizi Allaha and verirəm. Allah Rəsulunun Nəcran əhalisini mübahiləyə dəvət etdiyi zaman atamı, onun zövcəsini, anamı və uşaqlarından başqa heç kəsi götürmədiyini bilmirsinizmi? Oradakılar dedilər, Allaha and olsun ki doğrudur. İmam Hüseyin əleyhissalam buyurdu. Allah Rəsulunun Xeybərin fəthində İslam bayrağını ona verdiyini və bu bayrağı elə bir şəxsə verəcəyəm ki, o Allah və Rəsulunu sevir. Allah və Rəsulu da onu sevir. O cəsur və məğlub edilməzdir. Döyüş meydanında əsla geri çəkilməz. Allah Xeybəri onun əli ilə fəth edəcəkdir deyə buyurduğunu bilmirsinizmi? Oradakılar dedilər, Allaha and olsun ki doğrudur. İmam Hüseyin əleyhissalam sonra buyurdu. Allah Rəsulu onu Bəraət, Tövbə surəsini təbliğ etmək üçün göndərəndə, mənim adıma təbliği ancaq özüm və ya məndən olan biri etməlidir deyə buyurduğunu bilmirsinizmi? Oradakılar dedilər, Allaha and olsun ki doğrudur. İmam Hüseyin əleyhissalam buyurdu. Bilmirsinizmi? Allah Rəsulu ona olan etimadına görə qarşılaşdığı bütün çətinlikləri həll etmək üçün atamı göndərdiyini, ona adı ilə səslənmədiyini, çağırandasa, ey qardaşım və ya qardaşımı çağırın dediyini bilmirsinizmi? Oradakılar dedilər, Allaha and olsun ki doğrudur. İmam Hüseyin əleyhissalam buyurdu. Allah Rəsulunun onunla Cəfər və Zeyd arasında hakimlik edərkən, ey Əli, sən məndənsən, mən də səndənəm. Sən məndən sonra hər müminin vəlisisən deyə buyurduğunu bilmirsinizmi? Orada olanlar dedilər,
Allaha and olsun ki doğrudur. İmam Hüseyin əleyhissalam buyurdu. Bilmirsinizmi ki, onun Allah Rəsulu ilə hər gün gizli görüşməsi, hər axşam xüsusi məclisi var idi? O həmin görüşlərdə sual verdiyi zaman Allah Rəsulu cavab verər, sustuğu zaman isə Allah Rəsulu özü sözə başlayardı. Oradakılar dedilər, Allaha and olsun ki doğrudur. İmam Hüseyin əleyhissalam davam edərək buyurdu. Allah Rəsulunun Fatiməyə, salamullahi əleyhaya, qızım, sənin həyat yoldaşın mənim əhl-i beytimin ən xeyirlisi, İslamı hamıdan əvvəl qəbul edən, ən helmli və ən alim olan biridir deməklə, onu Cəfər və Həmzədən üstün tutduğunu bilmirsinizmi? Oradakılar dedilər, Allaha and olsun ki dediklərin doğrudur. İmam Hüseyin əleyhissalam buyurdu. Allah Rəsulunun, mən Adəm oğullarının, qardaşım Əli ərəblərin, Fatimə cənnət qadınlarının, oğullarım Həsən və Hüseyn isə cənnət gənclərinin ağalarıdır deyə buyurduğunu bilmirsinizmi? Orada olanlar dedilər, Allaha and olsun ki doğrudur. İmam Hüseyin əleyhissalam buyurdu. Allah Rəsulunun qüsül vermə işini ona tapşırdığını və Cəbrail əleyhissalamın ona kömək edəcəyini xəbər verdiyini bilmirsinizmi? Oradakılar dedilər, Allaha and olsun ki doğrudur. İmam Hüseyin əleyhissalam buyurdu. Allah Rəsulunun son xütbəsində mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. Bunlardan biri Allahın kitabı, digəri isə mənim əhl-i beytimdir. Bu 2 əmanətdən möhkəm yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz deyə buyurduğunu bilmirsinizmi? Orada olanlar dedilər, Allaha and olsun ki doğrudur. Ravi deyir, İmam Hüseyin əleyhissalam Quranda əhl-i beytin, xüsusilə də Həzrət Əli əleyhissalamın haqqında nazil olan ayələri və Allah Rəsulunun dilindən onlar haqqında nəql olunan fəzilətləri bir-bir saydı və onları Allaha and verdi. Hər dəfədə səhabələr Allaha and olsun ki doğrudur. Biz bu hədisi eşitmişik. Tabeyindən olanlar da biz də bu fəzilətləri etibar etdiyimiz, inandığımız filan İbni filan səhabədən eşitmişik deyirdilər. Daha sonra İmam Hüseyin əleyhissalam onları and verərək Həzrət Peyğəmbərin belə buyurub buyurmadığını soruşdu. Məni sevdiyini iddia etdiyi halda Əli əleyhissalama kin bəsləyən şəxs yalançıdır və Əli əleyhissalama kin-kudurət bəsləyən şəxs məni sevməz. Bu zaman bir nəfər dedi, ey Allahın Rəsulu, bu necə ola bilər? Allah Rəsulu buyurdu, çünki Əli məndəndir, mən də Əlidənəm. Onu sevən məni sevmiş, məni sevən də Allahı sevmişdir. Əliyə qarşı qəzəbli olan və kin-kudurət bəsləyən şəxs mənə qarşı qəzəb və kin-kudurət bəsləmiş, mənə qəzəb və kin-kudurət bəsləyən də Allaha qəzəb və kin-kudurət bəsləmişdir. Orada olanlar dedilər, Allaha and olsun ki, bunu Peyğəmbər və səhabələrdən eşitmişik. Beləliklə dağılışıb getdilər. İmam Hüseyin əleyhissalamın başqa bir yağış duası. Küfəlilər Həzrət Əli əleyhissalamın yanına gəlib, quraqlıqdan və yağışın azlığından şikayət etdilər. Və
Allah'tan bizim üçün yağış istə dedilər. İmam Əli əleyhissalam, İmam Hüseyin əleyhissalama qalx və yağış yağması üçün dua et deyə buyurdu. İmam Hüseyin əleyhissalam ayağa qalxdı, Allaha həmd səna etdikdən və Peyğəmbərə salam və salavatdan sonra belə dua etdi. Ey saysız hesabsız xeyir bəxş edib, bərəkət nazil edən Allah, bizə bərəkətli, bol yağışlı səmanı, buludları göndər və bunun vasitəsilə zəif bəndələrini susuzluqdan sirab et. Onların zəifliklərini aradan aparıb canlandır və ölmüş torpaqlarını dirilt. Amin. Ey aləmlərin Rəbbi!